Sabirabad rayonunun Moranlı kəndində qonşusunun evindən pul uğurlayan 24 yaşlı Araz Qarayev barəsində məhkəmə hökmü elan edilib. Xəbərlər Net teleqrafı istinadən xəbər verir ki, ittihama görə təqsirləndirilən şəxs zərər çəkmişin övladının toyunda olmasından istifadə edərək pəncərədən evə daxil olub. O, yataq otaqlarından birindən 2500 manat dəyərində qızıl üzük, digər otaqdakı şkafda yerləşən kassa aparatını götürərək həyətə çıxarıb. Daha sonra kassanı sındıraraq içərisində olan 15.930 manat və 2100 ABŞ dollarını ələ keçirib. Nəticədə zərər çəkmişə ümumilikdə 22.300 manat məbləğində maddi ziyan dəyib. Araz Qarayev ifadəsində bildirib ki, hadisədən sonra pulu gizlədib Naftalana qayıdıb. Ertəsi gün Göygöl rayonunda Vaz 2114 markalı avtomobili 7300 manata alıb. O, avtomobilin pulunu oğurladığı vəsait hesabına ödədiyini etiraf edib. Daha sonra maşını əvvəlcə etibarnamə ilə idarə edib, 2 gün sonra isə sevgilisinin adına rəsmiləşdirib. Zərər çəkmiş şəxsə məhkəmədə ona dəymiş maddi ziyanın tam ödənildiyini təsdiqləyib və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.